Davam edirik dünya gündəmi ilə. Almanya kansleri Friedrich Merz ilə Donald Trump arasında baş tutan görüşdən sonra jurnalistlərdən biri Trump'a maraqlı bir sual ünvanlayıb. Soruşub ki, Almanyanın hərbi xərcləri artırması yaxşıdırmı yoxsa pis? Trump isə cavab verib ki, mən əmin deyiləm ki, Birləşmiş Ştatlar ordusunun 2-ci Dünya müharibəsindəki ordu generalı MacArthur buna müsbət baxardı. O bunu xoşlamazdı. O deyirdi ki, Almanyaya heç vaxt yenidən silahlanmağa imkan verməyin. Amma mən buna müsbət baxıram. Amma yəqin ki, elə bir nöqtə olacaq ki, deyəcəm ki, dayanın. Daha bəsdir. Hər halda biz izləyəcəyik. Paralelində isə Almanya Müdafiə Naziri Boris Pistorius NATO'nun silah və şəxsi heyətlə bağlı yeni hədəflərinə çatmaq üçün Almanyanın 60 minə qədər əlavə hərbi qulluqçuya ehtiyacı olduğunu vurğulayıb. Görünür, Merzin hakimiyyətə gəlməsi Almanyanın Avropada hərbi baxımdan yenidən aparıcı rol almasına səbəb olacaq. İndiki mərhələdə maraqlıdır. Berlinin silahlanma yarışı nə ilə nəticələnə bilər? Merz Almanyanı ötən əsrdəki hərbi gücünə gətirib çıxarma cəhdinin arxasında nə durur? Bunu bacaracaqmı ümumiyyətlə? Almanya Birləşmiş Ştatların NATO və Avropadakı yerini ala bilərmi? Araşdırmışıq. Almanya Müdafiə Naziri Boris Pistorius Berlinin NATO'nun silah və şəxsi heyətlə bağlı yeni hədəflərinə çatmaq üçün 60 minə qədər əlavə hərbi qulluqçuya ehtiyacı olacağını bildirib. Onun sözlərinə görə, Bundeswehr bütün qoşun növləri üzrə təxminən 60 min əlavə əskər tələb ediləcək. Bu o deməkdir ki, Almaniya silahlı qüvvələrinin gələcək sayı 250-260 min nəfər təşkil edəcək. Üstəlik, NATO Almaniyadan daha 7 ordu briqadası və ya təxminən 40 min əskər təqdim etməsini xahiş edəcək. Görünür, Almaniya NATO'nun gücləndirilməsi bəhanəsi ilə ordusunu böyütmək niyyətindədir. Çünki 10 minlərlə əlavə əskərin toplanması Berlin üçün yeni çağırışlar yaradacaq və çox güman ki, 2011-ci ildə ləğv edilmiş hərbi xidmətə çağırışın yenidən tətbiq edilib edilməməsi ilə bağlı yeni müzakirələrə səbəb olacaq. Hərbi xidmətlə bağlı çağırış qərarı dəyişdiriləcəyi təqdirdə Berlin ordusunu gücləndirmək üçün bir əngəli də ortadan qaldırmış olacaq. Artan hərbi xərclər və ordunun gücləndirilməsi fonunda isə Almaniya 2-ci Dünya müharibəsindən sonra yenidən Avropanın ən güclü ordusuna sahib ola bilər. Almaniyada hal-hazırda hakimiyyətdə olan qüvvələr silahlanma yarışına start vermişdir və düşünürəm ki, indiki halda Almaniyanın silahlandırılması məhz Birləşmiş Ştatların Avropa İttifaqına, həmçinin NATO'da Avropa Birliyi ölkələrinə olan yardımının kəsilməsi ilə bağlıdır və bu baxımdan da Almaniya öz sərhədlərini qorumaqdan ötürü bu addım atır. Təbii ki, ola bilər gələcəkdə hökumət tərəfindən başqa dövlətlərə qarşı hər hansı bir aqressiv siyasət yürüdülsün. Ancaq indiki halda mən düşünürəm ki, Almaniya silahlanma yarışını məhz başqa dövlətlər üçün istifadə etsin. Almaniyanın yeni kansleri Friedrich Merz isə Berlinin yenidən gücləndirilməsi prosesini rahatlıqla həyata keçirə biləcək liderdir. İlk olaraq hakimiyyətə gələn Xristian Demokrat İttifaqı partiyasının Merzdən əvvəlki liderləri Angela Merkel və Helmut Kohl Almaniyanın dövlət strukturunun qurulması və iqtisadiyyatın bərpası proseslərinə öndərlik ediblər. Amma onların hakimiyyətdə olduğu dönəmdəki geosiyasi vəziyyət ordunun gücləndirilməsinə mane olub. İndi isə Xristian Demokrat İttifaqı partiyasının yeni kansleri Merzin güclü ordu qurmasına əngəl törədən yoxdur. Hətta Merz və Trump'ın Vaşinqtondakı görüşü zamanı Trump'a yönəldilən sual və cavab da bunu sübut edir. Belə ki, Berlinin silahlanmasının hansı təsirləri olacağını soruşan jurnalistə Trump cavabında bildirib ki, hazırda Vaşinqton məsələyə müsbət baxır. Bununla belə Trump müəyyən bir nöqtədə Berlinə dayan mesajını verəcəyini də qeyd edib. Söz gedən dialoq açıq şəkildə Trump'ın hakimiyyətə gəldiyi zamana qədər güclü olmadığını, Merzin isə Avropa İttifaqı, NATO və Almaniya daxilində böyük söz sahibi olduğunu deməyə əsas verir. Yəni Ağ Ev Berlinə dayan demək üçün doğru zaman deyil. Vaşinqtonun içərisində olduğu geosiyasi vəziyyəti düzəltməsini gözləyir. Güclü Avropa İttifaqından ötəri güclü Almaniya lazımdır. Belə ki, o Almaniyanın hərbi büdcəsinin 2,5%-dan 5%-ə qaldırılmasına qədər bəyanat vermişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, Avropa İttifaqının və Almaniyanın ən böyük, ən güclü hərbi şirkəti olan Rheinmetall şirkətinə Almaniya Federativ Dövləti tərəfindən 35 milyard avroluq hərbi sifariş verilmişdir. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, 2-ci Dünya müharibəsindən sonra Almanya yenidən Avropanın ən böyük hərbi gücünə malik olan dövlət olacaqdır. Almanya'da ve Polonya'da aşırı sağcı iktidarlar seçimle gelmiş olması hem Almanya'nın hem de Polonya'nın
asker sayısını artırdığı gibi sivil savunma gereçlerini, sivil savunma farkındalığını ön plana çıkarabilmek adına sivillere de ciddi anlamda bu savaş tehlikesi karşısında nasıl davranılması gerektiği konusunda ciddi eğitimler verilmeye başlandı. Almanya hem askeri yatırımları artırdı hem de asker sayısını artırarak olası bir Avrupa-Rusya savaşında hazırlık görməkdə. Digər tərəfdən uzun müddət hakimiyyətdə solçu demokratların olması Avropa İttifaqı daxilində Berlinin zəifləməsinə səbəb olub. İndi isə həm əhali, həm də dövlət daxilindəki müxtəlif partiyaların nümayəndələri və nüfuzlu şəxslər ölkələrin geosiyasi arenada böyüməsini istəyirlər. Bu uğurda Mertsə isə 2-ci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Almaniyada partiya seçkilərində qalib gələn Almaniya üçün Alternativ partiyası köməklik edəcək. Hələ kansler seçilməzdən öncə Merts Almaniya üçün Alternativ partiyasını dəstəkləmiş, eləcə də Mertsin qalib gəlməsində də sözgedən partiyanın böyük rolu olmuşdu. Məhz bütün bunların fonunda Mertsin rəhbərliyi altında Xristian Demokrat İttifaqı və Almaniya üçün Alternativ partiyaları birləşə və Almaniyanı Avropa İttifaqı, eləcə də NATO-da söz sahibi dövlətə çevirə bilər.